İtaliyada Christmas gecəsinə gedirən vloq ilə qarşınızdayım. Dostlarımız bizi evinə qonaq çağırıb və mən İtaliyada ilk qonaqlığıma gedirəm. Özü də Christmas gecəsi. İlklərlə dolu bir günə hazırlaşıram. Otaq yoldaşlarım məndən öncə köməyə getdiyi üçün mən tək gedirəm. Təəssüf ki, viza gecikməsinə görə İtaliyaya gec gəlmişəm və dərslərim hədsiz çoxdur deyə tez gedib onlara qoşula bilmədim. İşıqlı İtaliya küçələri məni məndən alır. Burada yerimək mənim üçün ayrı bir həzdir. Çatdım ki, hər kəs nələrsə hazırlayır. Etiraf etmək istəyirəm ki, burada olanlar qızlardan daha qoçaqdır. Yeməklərin əksəriyyətini oğlanlar bişirdi. Hətta sonda bütün qabları da onlar yudu. Yaxşı ki, bizdəki kimi kişi xeylağıdır, olmaz, ayıbdır söhbəti yoxdur burada. Bu isə heç vaxt dadmadığım sitrus meyvəsi idi. Şirin və soft dadı var idi. İlk dəfə sınadığım üçün qəribə gəldi. Emosiyalarımdan da bəllidir zaten. Bəzən deyirlər, Avropada insanlar soyuqqanlı olur. Amma elə olmadığına şahid oldum. Mən burada yeni olsam da özümü çox doğma hiss etdirdilər. Bir-birindən çox fərqli qidalar daddım. Əsasən Asiya mətbəxinə üstünlük verilmişdi. Çünki bişirənlərin ikisi Çinli idi. Bu isə tofu adlanan çox dadsız bir qida idi, heç bəyənmədim. Ayıb olmasın, mən də kömək edim deyib başladım işə. Və büşdüyüm xəbərlərdən də Azərbaycanlı olduğumu demədən göstərdim. Bu isə Çin mətbəxinə məxsus südlü çay idi. Dadını heç bəyənmədim. Üzərində olan kiçik inqrediyentlərin də adını bilmirəm. Və sonda hər kəs gəldi. Başlamazdan öncə hər kəs öz Christmas arzularını dedi. Oyunlar, müxtəlif ölkələrə məxsus mahnılar və instrumentlərlə çalğılar başladı. Yes. No. You don't. No. You Christmas Day next year. I have to read myself. Oh, what's myself? Myself. Myself. Yes, I didn't read anything. Okay. Do you want for mine next year? It's something to do. Yes, maybe easier. Come on, 6 minutes enough. Just say yes, I continue. Do you want like okay, I guess I'm happy for this lovely table here and yeah, I appreciate it. Thank you. No, okay. Do you want My face is so big. So crazy. So good. I won't believe. Okay. so I want to I hope this year all of them will be so happy, so healthy. I'm glad to know you. Everybody thank you for tonight. Happy You have too many things on you. Jingle bell, jingle bell, jingle bell. Yes. Says zero view. Okay, you need to take 2 parts, right? حق نداری بعد از این دست مرا رها کنی به قلب خود جفا کنی دیوانگی کن بیش از این باید Sen düşende, sümbüleden düşende ruhum bedenden oynar, yadıma sen düşende bu gala daşlı gala, cıngıllı daşlı gala korkuram yar gelmeye, gözlerim yaşlı gala. Bu qonaqlığın ən maraqlı tərəfi isə bizi qonaq çağıran dostumuzun bizə belə şirin hədiyyə hazırlaması idi. Öz əlləri ilə bişirdiyi Christmas ab-havalı kekslərdən, peçenyelərdən bizə hədiyyə hazırlamışdı. Və sonda təmizliyimizi edib evimizə yollandıq. Bu mənim ilk vloqum idi. Əgər bəyəndinizsə, fikirlərinizi mütləq yazmağı unutmayın. Hələlik.